Salam əleykum. Mən bilmək istəyirəm nəyə görə sosial xidmətlərə bu getmişəm, mənə göndəriblər dəlixanaya ki, get arayış al. Mən də gedib almışam, həqiqətən pekatlı zad arayış almışam. Gətirib vermişəm bunlara, bunlar da deyir bu arayış düzgündür. Nə var, məni sığınacağa yerləşdirməsinlər. Təzədən müdür 2 nəfər ayrılıb, 1 nəfər yox, 2 nəfər ayrılıb ki, gedin düzgün arayış alın, gətirin verin. Bunlar da gediblər dəlixanaya. Mənə özləri öyrədiblər ki, biraz qışqır, bağır ki, biraz sənin tez arayışı versinlər. Bizim vaxtımız yoxdur burada. Mən də orada bir səs-küy saldım, TikTok çəkdim ki, həqiqətən arayışı tez versinlər. Sonra təzədən orada şeydə görsənir də necə həkim yaxınlaşır sosial xidmətlər nümayəndəsinə. Mənə apardılar orada sorğu-sual zad elədilər və yazdılar ki, bunun başı çatmır. Və bu birinci arayış verilibsə, normal qədiyyətə bu insan sağlam adamdır. Bəs ikinci arayış nəyə görə 2 nəfər nümayəndə gedib ki, mənə? Ödə mənə öyrədiblər ki, sən biraz qışqır bağır çal, TikTok çək. Biz yəni tez alaq arayışı, tez aradan çıxaq buradan. Özləri də sonra həkimlə danışıblar. Həkim yazıb ki, onun başı çatmır. İndi məni sığınacağa qəbul eləmirlər ki, həqiqətən bunun başı çatmır, bu sığınacaqda qala bilməz. Mən də sağlam adamam. Mənim əgər bərpa mərkəzinə gedirəm 14 gün, bir dənə şikayət yoxdursa oradan ki, bu dəlidir, nədir? Ya birinci qrupa baxıram 10 ildir, bir dənə şikayət olunmayıb ki, bu dəlidir, nədir? Nəyə görə? Xahiş edirəm bu işləri araşdırsın Daxili İşlər Nazirliyi ki, bu kimdir, kim günahkardır cəzalandırsınlar. Mənim qalmağa yerim yoxdur, mən kirayədə qala bilmirəm. Mən başım çıxmır, nəyə görə məni Nazirlik sığınacağa yerləşdirmək istəmir? Mən gəlib küçədə 3 gün qalsam, məni tez yerləşdirərlər. Mən xahiş edirəm bu işlərə ciddi baxılsın. Nazirlik tərəfdən, Prezident Administrasiyasından, Milli Məclisdən, insan hüquqlarından nəyə görə bu məsələyə ciddi baxılmır? Və bu 30 manatlar hər il verilirdi, özü dava qırğınla verilirdi. Bir yoldaşıma verilirdi, mənə verilmirdi. Ya vəbşə verilmirdi. Gedirdi, müraciət eləyirdi, bir ildən biri verilir. İndi vəbşə ancaq birinci qrupa verirlər, ikinci, üçüncü qrupa verilmir. Bu düzgün deyil, bu məsələ düzgün deyil. Bu ildə bir dəfə verilir ki, əllərə 30 manat nə olan puldur, sevindirməkdən ötürü. İndi ikinci, üçüncü qrup ən az pul alır, pensiya. Nəyə görə onlara düşmür, amma birinci qrupa düşür? Mən demirəm, birinci qrupa verməsinlər, versinlər, amma biz də əlilik də, biz də o pula ehtiyacımız var. Nəyə görə bu illəri verir? Xahiş edirəm, indi kimə vermirsiniz? Mən müraciət eləmişəm, mənim imkanım yoxdur, evim eşiyim yoxdur, şikəst adamam. Mənim 30 manatımı o bərpa eləsinlər, versinlər vaxtında. Və nəyə görə? Hər il kəsirlər. İldə bir dəfə bərpa mərkəzinə gedə bilmirik. Sanatoriyaya gedə bilmirik. Dava qırğınla onlarla şey eləyirik. Bir dənə dərman sanatoriyada vermirlər. Bərpa mərkəzində vermirlər. Bu biabırçılıqdır, belə şey olar. Bu açanacan belə olacaq. Hər şeydən görə elə şikayət eləyəsən. Nazirliyə, Prezident Administrasiyasına, Milli Məclisə, Ombudsmana. Bu elə gəlib şikayət eləyəsən, bax uzun, çox sağ ol. Xahiş edirəm, Prezident bu işi nəzarətə götürsün və günahkar adamları cəzalansınlar. Bu cəzalanmayanda bunlar iş görməyəcəklər. O birisilər də baxır, gör cəzalanmır, bir iş görmürlər.